İnşallah, inşallah. Mən bunu əvvəl dayandırmağı bilirdim. Elə bil məsələsində fasilə verəndə e, videonu dayandırmaq, gəlib davam eləməyi bilirdim. İndi nəsə iti bu menyuda. Bu OBS çox qəşəngdir. Deməli burada uşaqlar göstərdikdə yəni kursor məsələsini dedim ki, kompüter kodu yuxarıdan aşağı və sağdan sola doğru oxuyur. Sağdan solanı unutsaz da olar, çox əhəmiyyəti yoxdur. Yuxarıdan aşağı sətir-sətir oxuya-oxuya gəlir. Hı hı. Yəni burada bir dənə şey görürsüz burada skanneri rəngi getdi. Import məsələsi var. Java-nın kitabxanaları var da, yəni skanner kitabxanasını çağırmış oldum. Yəni bu bir klassdır. Çağırıb dəyişən elan etmiş oldum. Ona görə skanneri öz-özünə avtomatik import elədi burada. Yəni import məsələsi var. Gəldi bunu import elədi. Gəldi top bir dənə public class main, bir dənə public main class yaratdı. Girdi onun üçün top main metodunu yaratdı. Və onun içində başladı bir-bir hər şeyi icra eləməyə. Addım-addım necə keçdi bu kodu ardıcıl yuxarıdan aşağı doğru sətir-sətir oxuya-oxuya gəldi. Bu hissəni anlamaq çox önəmlidir. İndi bunu silirəm. Yəqin ki, rekorda da düşdü. İndi if-else məsələsi var. If-else məsələsi, şərt operatorları. İndi switch çox geniş istifadə olunmur. Switch case məsələsini bildiniz də, yəni az çox bilirsiniz. Tutaq ki də Ctrl-Z eləyim. Kodu qaytarım mənə. En dəyəri istifadəçidən aldım da, tutaq ki də, düzdür. Qoy if-in bir mənası da olsun da. Deyim ki, if elə qəşəng tab n bərabərdirsə 0, tutaq ki də invalid input öz-özünə təhvil verdi. Yəni necə deyim, invalid input yazdı da bura. Qoy bunu Azərbaycanca yazaq. Nə yazaq? Tutaq ki də bu olsun say dəyişəni. Bunu da eləyək. Say deməyək. Çalışın dəyişən adlarında ingiliscə verin. Say tutaq ki də count. Count olsun. Count bərabərdirsə 0. Invalid count yox. Miqdar düzgün deyil. Miqdar 0 ola bilməz. Təzədən buradan else if deyirəm. Else if deyirəm. Count böyükdürsə 0-dan, böyük count 0-dan. Else if içərisində deyirəm ki, sizin yox. Görürsünüz də nə qədər paslanmışam. Deməli sizin daxil etdiyiniz miqdar. Daxil etdiyiniz miqdar. İndi bunlara yaxşı-yaxşı qulaq asın ha, mən dediklərimə. Birazdan fora girəndə siz mənə deyəsiniz. Yəni sual verəcəm. Else əks halda. Burada nə ola bilər? Ədəd 0 ola bilər, 0-dan böyük ola bilər bir say və ya ondan kiçik ola bilər də, düzdür? Ona görə də else if yazmıram, eləcə else yazıram. Yəni əks halda. Tutdunuz onu niyə yazdım elə? O else'in cavabını verəcək bizə, hə? Yox da, bax, səndən mən indi bir dəyərin deyirəm ki, miqdar 0 ola bilməz, sizin daxil etdiyiniz dəyər. Bir də tutaq ki də mənfi ədədi qəbul eləmirəm də. Tutaq ki də demişəm ki, adınız necə oldu? Şəfqə xanım. Mənə tutaq ki də filan şeyin sayını deyin. Siz də demirsiniz, bura yazırsınız da, yəni kompüterə deyirsiniz. Daxil etdiyiniz say əlbəttə ki, miqdar 0 ola bilməz bir yazısı çıxardıram. Sizin daxil etdiyiniz miqdar mesaj kimi çıxsın. Bir də əks halda, yəni ya 0-dır, ya 0-dan böyükdür, ya da 0-dan kiçikdir də, düzdür? 0-dan kiçik olanda da
yazsın ki e, düzgün miqdar daxil edin. Bir şeyin sayı mənfi ədəd ola bilməz axı. Tutaq ki, də burada da plus count yazım. Çapa versin. Kodu başa düşdünüz bu kodu? Bəli. Aha. Məsələ qoymuşam ki, Toğrul, get mənə filan şeyin sayını gəl de. Sən də ki, yəni mənə təbii dildə demirsən, kompüterə yazsan da. Toğrul getdi filan şeyi saydı. 0 sayıbsa mesaj çıxacaq Toğrula ki, miqdar 0 ola bilməz. 0-dan böyüksə bir mesaj çıxacaq, sizin daxil etdiyiniz miqdar budur. Və yaxud da əks halda da bura else yazsam da işləyəcək. Onu siz mənə izah eləyəsiniz. Gözləyin. Gözləyin. Run eləyirəm. Nə daxil eləyirəm? Tutaq ki, 0 daxil elədim. Miqdar 0 ola bilməz. Görsən, if-in bir bloku işləyirsə, bir şərti doğru oldusa, yerdə qalanları qırır atır. Hə. Buradan da sizə kursorun dilindən bir də mesaj yazın. Kompüteri danışdıraq da biraz sizlə. Mən işimi bitirdim. Bax, təsirli bir şeydir. Baba. Buna bax. İndi təman tutmağa başlayırıq. Görsən sən Biz əvvəlcə dəyişkən yaradırdıq. Ona bir dənə x bir rəqəm verirdik. İndi əvvəlcə biz elə bil ki, burada sxemimizi qururuq. sxem yox. Bu dəqiqə sən kompüterin kursorunun necə işlədiyini tutursan. Hə. Bu yerə diqqətlə qulaq asın. Asan fikir versiniz necə qəlizləşir. Yəni bayaq mənə deyirdin ki, niyə məsəl üçün də ədəd çapa verirsən. Qəlizləşir. Bax, hər şey yadında qalsın. Tutaq ki də zincirin bir dənə dişi var, bir dənə zincirin nə deyirlər zincirə keçirir? Belə zəncirdir də. Zəncirin bir halqası. Hə, halqa. Elə hesab elə ki, yəni zəncirin bütün halqaları bir-biri ilə eyni olur da. Amma sən onu bir-birinə nə qədər qoşasan, nə qədər uzağa gedəsən, zəncirin uzunluğunu sən təyin edirsən qoşma. Bu da onun kimidir. Yəni dediyim kimi, yəni hər şey buradan başlayır. Belə şeylərdən bir-birinin içində inkişaf eləyir gedir təməldən. Yəni bu kilometrə daşların, bu ölçü əsaslarını yaxşı bilməlisiniz kursora. Bax, indi run eləmişəm. Mənə kim zəng vurur? Onu ignore gedir. Hə. Şəfqə neçənci sətirdədir kursor? Mənə deyə bilərsən? İndi keçir else if-in içinə. Yo. Mənə bir dənə mənə koda baxıb təxmini hiss elədiyin cavabı vermə. Mənə əlifbanı təzə öyrənən bir uşaq kimi yuxarıdan aşağı bir sətir bax. Kursorun dəqiq harda olduğunu denən. 13-də olmalıdır indi mən elə düşünürəm. Dəqiq bax. Maindən etibarən bax bir dənə. Public class maindən bax. Bu harda olacaq koda da sətir oxu kodu. Hə. Sətir oxu denən. Bayaq 11-ci sətirdə Yox, bayağı burax da. Bu məndən nə istəyir? Özünüz deyin də. Toğrul, sən bilirsən? Tutumsan təmal. Biz indi hal-hazırda 9-cu sətirdəyik. Biz dəyər daxil etmək ki, kantona bərabər olsun. Ondan sonra şərtə baxsın. Ay sağ ol. Yəni dəyər də indi else if-ə veririk də. Yəni count böyükdür, 0-a veririk dəyəri. Şəfqə xanım, tələsməyin, gələcək ora. Daxil eləyəcəm mən bir dəyər, if-ə girəcək. Orada da haqq hesablar var. İndi tutdum temanı, klası yaratdı, mainin içinə girdi. Düzdür? Skanner qurdu. Bax burdadır. Bu burada dəyər istəyir məndən. Deyir dəyər daxil elə. Görsən yanıb sönür. RAM vəziyyətində qalıb. Bir dənə rəqəm daxil edirəm. 12. 12 yox 0. 0.
Görsən sıfırı daxil elədim. Nə oldu? Evdən üzr istəyirəm. Linki bir dənə WhatsApp-da paylaş da Fərid girə bilmir. Link silinib deyəsən qrupda. Link qrupdan silinib. Ha, girə bilmir. Fərid elə bir momentdə qoşuldu ki. Fəridin təməli var. Bilmirəm. Kontrol Məncə var. topla. Deyəsən Fərid bəy də yaxşı bilir. Onunla qısa bir 30 saniyəlik danışıq aparacam. Nə yaxşı qrupa yazmayıb. Qrupa yazıb olsa. Mənə zəng elədi. Hə, mənə oydu zəng vuran. Hə. Qoy yazım yaz. Hə, harda qalmışdı? Şəfiqə, Hə. indi mənim üçün bura bax. Hə. Ümid edirəm narahat eləmirəm. Mən Yox, yox. adətən iş mühitində də Və deməli, insanlar adı ilə müraciət edirəm. Hə. 10-cu sətirdə istədi ki, biz ona dəyər verək. Biz ona dəyər verdik. Sonra Yox, gəldi indi 11-ci bir dənə sən bu hissəni fikirləş, mən Fəridlə bir dənə danışım, bağışla söz düşəsən. Fərid, xoş Salam gəldin. abi, sağ ol, xoş gördüm. Necəsən? Sağ ol, çox sağ ol, yaxşı olasan. Fərid, qısa xülasə, indiyə qədər hansı həyat yolunu keçmisən? 30 saniyəyə deməlisən bizə. Yəni, iş həyatı ağırlıqlı, nə bilirsən, nə bilmirsən, neçə yaşın var? Ümumiyyətlə 23 yaşım var. Yəni, bu Hə. vaxta qədər praktikam olmayıb da öz ixtisasımla bağlı. Ay, sağ ol. Hə, Başqa işlər görmüşəm. bildim, mənim kimi də. Yəni, mən də Öz hər şey ixtisasıma bilirəm və bağlı işsizəm, ancaq artıq praktika heç bir keçməmişəm, şey. ancaq öyrənməyə çalışmışam nə. Ay, sağ ol. Bizi birləşdirən ortaq dəyər hər hansı bir nailiyyətə çatmaq. İndi sıfırdan başlayırsan da proqramlaşdırma biliyin yoxdur, mən bildiyim. Universitet vaxtı C++ öyrənmişəm, amma çox yoxdur yəni. Hə, bildim. Az çox belə bilirsən də, yəni main metodu. Hal-hazırda Bəli. Fərid, indi Şəfiqə xanım Java-da bir pauza vermişdi. Onda da ilk necə deyim, proqramlaşdırma dilini ilk dəfədə öyrənib. Dizayner kimi fəaliyyət göstərib. İndi bax bu dəqiqə mən elə yaxşı momentdə girmisən. Sıfırdan kursor məsələsini izah edirəm. Kursor məsələsi deyəndə bu Java-da bir anlayış deyil. Bütün proqramlaşdırma dillərində bax təkrar sənə qısa xülasə verirəm. Yadında saxla. Burada da rekord alaram ha, yəni. Xəbərin olsun. YouTube-a qoyacağam, linkini atam. Elə əvvəlinə baxarsan da elə yaxşı şey yadıma düşdü. Yəni bu dəqiqə rekord gedir. Çox uzanmasın deyinə. Bir də ki bir şey deyim sizə, rekorda baxmaq heç vaxt gözünüzü almasın. Rekorda baxdıqca, əgər dərsdə iştirak eləmisinizsə, həmin dərsdə, sizin üçün çox rahat olur rekorda bax. Hansı yerdə zarafat olub, hansı yerdə söz olub, onları rahat bilib qabağa ata bilirsiniz. Yəni elə bil ki, əlinizlə qoymuş kimi tapırsınız hər şeyi. Əgər də həmin dərsdə iştirak eləmisinizsə. İndi sənə qısaca onu deyim ki, kursor yuxarıdan aşağı bir sətir-sətir kod oxuyur və mən bunu indi bir dənə skanner yaradıb if-else bloku üzərində izah eləyirəm. Birazdan da dövr operatorlarına keçəcəm. Sənin problemli hissən dövr operatorlarında var, metodlarda dövr operatorlarında? Xeyr, problemli hissəm yoxdur. Sadəcə təkrar üçün çalışıram. Ay, sağ ol, super, super. İndi Şəfiqə xanım, buradasınız? Hə, buradayım. Hə, deməli burada mən 0 daxil edim, düzdür? Hı. Və mənə qaytardı ki, miqdar 0 ola bilməz. Çünki gəldi 11-ci sətri oxudu, gördü ki, düzdür. 0-a bərabər yazmışıq. Burada da Ay, sağ ol. da 0 ola bilməz yazmışıq. Onu çıxartdı konsolda bizə. Sonra gəldi 13-cü sətri oxudu. O düzgün deyil. Yox, bax, Şəfiqə. Bu cümlə var, Aha. bu cümlə var, mən özümə, o dedizə sonra gəldi 13-cü sətri oxudu. Bu cümlə, sən özünə bir dənə ultimatum verirsən ki, mən Java-da özümə zülm verəcəm. Mən bu proqramlaşdırma dilində özümü məhv eləyəcəm də, yəni. Şəfiqə, xırda bir nüans. Bura girmir. Girməyəcək. If düzgün olduğu Bura şərtin biri düzdürsə, birinci şərt düzdürsə, ondan sonraki şərt oxunmayacaq. so, else if-i, else vapşem oxumur. Vecinə də, baba, sən bunu görmədin, ha? Burada deyir, mən işimi bitirmişəm, ha? Baba, tap.
Hə, Ödendi bu blokda. Kurtardı if. Ifin içinde şart doğrudursa başka bir emir vermedim ki. hə, düz. Buradan ne versem, 100 tane saat versem, bu şart doğrudursa ne bileyim falan kəsə mail at, neyinə. If blokun içində nə tapşırıq vermişəmsə, bu blokun içində, bu join içində. Hə. Onu bir-bir hərfiyyən icra eləyəcək. Buna başqa işlər də yaza bilərəm. Şərt doğrudur axı, o baxmır da, sayla əlaqəli deyil. Bunun içinə yüzlərlə sətir kod yazsam bu ifin içinə, bu blokun içinə. Eşitsən məni? Hə. Bu şərt düz olduğuna görə hamısını icra eləyəcək. Necə ki, mən də burada bir sətirlik bir mesaj yazdım ki, miqdar 0 ola bilməz. Onu icra elədi. Amma nə istəyirəm də, bunu 10 dəfə yazım. Bunu artırım da elə. Bax Bir neçə göstərim. dənə elsif yaza bilir deyilə. Yo, elsif bir neçə dənə yaza bilir deyə. Sən Hə. biz elsifin if hissəsindəyik. Elsinə keçəcəyik hələ. Darıxma. Burada nə baş verir? Nə hadisə baş verir? Burada millisaniyə. Mən sizə prosesorun sürətini dedim də. Bax, gedirsiniz telefon alırsınız, kompüter alırsınız. Deyirlər ki, ay aman, bu kompüterin prosesoru 3 GHz sürətlə işləyir. Bu o deməkdir ki, kompüterin prosesoru 1 saniyədə 3 GHz-də, yəni 3 vurulsun 10 üstü 9 trilyonlardan əməliyyat aparır deməkdir. Başa düşdün? Toplama çıxma. Yəni bu nə deməkdir? 1 minutun içində baş verir də bu kod. Yəni 1000 sətir də yazsan, yəni bir göz qırpımında yox ha, yəni bir göz qırpımı çoxdur. Yəni millisaniyələr içərisində o işi həll eləyir. Sən bunu anlama. Amma orada yüzlərlə iş baş verir də. Yəni bunu mən run eləyən kimi buna bax, run eləyirəm. Sıfır girirəm, hər şey məlumdur. Bax, görürsən, tap çıxartdı. Mənə lazımdır ki, bax, o millisaniyə içində baş verən hadisəni sən tutasan. İndi uşaqlar, bu hissəni başa düşün. Bunu keyfiyyətli başa düşsəz, yerdə qalanı olacaq sizin üçün texniki detal. Bax, tutaq ki, ağlıma gələni yazıram. Bax, bunun içində nə istədim yazıram da işlər. Bax, görürsən, bu səfər run eləyəndə 0 daxil eləyəcəm. 3 dənə miqdar 0 ola bilməz yazdı. Axı şərt doğrudur. Bu bloku axıra qədər icra elədi. Görürsən? Bunu başa düşdün. Və promoy keçdi yazdı. Mən işimi bitirdim. Baba 15-ci sətirdən çıxdı, bura girdi. Yəni bunu gözdən qaçırtdı. Heç deyirsən, məsəl üçün yoxladı elsifi. Elsif olduğuna görə əks halda, əks təqdirdə deməkdir də bu. Bu ifə bağlıdır da, bu düzdürsə, bu birisiləri heçə sayır. Bildin? Hə, aydındır. Heçə sayır. İndi 3-4 dənə ifin də fərqini göstərəcəm sizə. Nədir? İndi bir də run eləyirəm. Burada nə baş verir, sən onu deyəsən. Bu səfər girirəm 12. Burada nə oldu? İndi yuxarıdan sətir denəm mənə. Hə, yenə deməli int üçün skanner bizdən qiymət istədi. ISO 9-da qiymət Sonra istədi. gəldi 11-ci sətirdə yoxladı. Count 0-a bərabər deyil, ya da 12 0-a bərabər deyil. Ona görə Deyil. Buranı pas keçdi. oranı keçdi. Else if-i yoxladı. 0-dan böyükdür. Burada bizə Okey, girdi içinə. Gördüyüm yəni sistem out print line bir dənə yazı vermişəm. Count daxil elədim miqdarı. Şey elədi. Sapa verdi. ISO yenə keçdi bura. Yəni bu şey bunu da yoxlamadı. Hə. Bunu da yoxlamadı. Gördün? Yəni pas keçdi. Birincini yoxladı. Tap yuxarıdan aşağı sırayla yoxlaya gəlir. Yəni elsifdə sən əhəmiyyət dərəcənə görə sıralamalısan. Və bir də run eləyirəm. Bu səfər yazıram -4. -4. Burada nə oldu? Burada yenə 9-cu sətirdən başlayır. Skannerin qiymətini verdi. Oradan yoxlayır, gələcək else-in cavabını çıxarır. Çünki if ikisi doğru olmadığına görə bir də ki Fərid nə yazdı? Bir dənə girim baxım. Fərid özümüz ya bir rahat səs aça bilərsən yəni. Abi deyirdim ki 8-ci 9-cu sətr var. Oradakı o sətirdəki kodları keçmişik biz, keçən səfər. Abi keçməmisiz. Bu yəni
Bu skanner klassıdır. Eşitsən məni? Aha. Bunu hələ ki belə yadında saxla. Tutaq ki də dəyəri müəllim burada daxil eləyirdi də. Tutaq ki yazırdı int m bərabərdir. Tutaq ki 5 yazır deyə müəllim. Ha, başa düşdüm. Bu yəni konstantda sabit dəyər verə bilirsən. Amma bundan konsoldan dəyər ala bilirsən. Mən burada Başa düşdüm. məsəl üçün də 3 fərqli variantda dəyər verəcəm. Kod təkrar olmasın deyə nə şey eləyirəm? Run eləyib başqa bir dəyər yazıram. Bu if izah eləyirəm. Ona görə bunu şey edirəm. Sən bir dənə bil ki, bir dənə scanner SC dəyişəni yaradırsan. Dəyişənin adı SC yox, başqa şey də ola bilər. Məsəl üçün input, kompüter özü təklif edir. Nə istəsən qoya bilərsən. X, Y, Z. Sonra məsəl üçün daxil elədiyin dəyər bərabərdir. SC.next int yazanda bundan istifadə eləyərək istifadəçidən dəyər istəyə bilir. Yəni run eləyirəm. Bax görsən qələm yanır sönür. Proqramda run vəziyyətində qalıb. Görsən? Gəlir burada durur. Gəldim. Deyir mənə dəyər daxil elə və mən də verirəm -4. Tap davam elədi. Proqram işini bitirdi. Gördün buradakı işıq da söndü. Fəxri, Hə. debugger'i tapdım, sən elə onunla da izah edə bilərsən. Nətər? Debugger'i tapdım, sən onunla da yəni izah edə bilərsən. Eyb yox abi. Debug'ı tapdın sən indi. Hə, o soldakı 5-ci 6-cı sətr var. Yuxarıda kodda 5-6 üstüzaq var. Yuxarıda 5-6 sətr. Başa düşdüm. 6-cı sətr. Hə. Hə, orada üstüzağın üstünə bas. İkinci var, Debug. bax. Ay sağ. Baba burada prosta addımları fırlamaq olmur. Bax bu düymə ilə step over eləməlidir. Eləmir görsən. Məncə kodu bir dənə yaz, kodu yazandan sonra desən olacaq. Run eləyəndən sonra başlayır məncə. Valla baba bunu bitirim, terminate eləyirəm. Təzədən bir də Üstüzağın üstünə bas. debug rejimində yandırdım. Eyni şeydir bu. Debug'a keçirəm. Ay sağ. Yox. Konsol, bəli. Debug rejiminə niyə keçmir ki? Bunu niyə şey eləmir? Terminate disconnect canal. Bunu belə bunu basanda növbəti addıma keçməlidir, sətr-sətr oxuyub, kodu sətr-sətr icra eləməlidir. Onu tapamıram. Nəysə, vaxt itirməyə rekord gedir. Mən bir əllə izah eləyirəm. Burada nə istəyir? Hə, connect socket. Yox, belə bir şey yox. Bunu istəyirəm. Ay, sağ. İndi mən verdim -4. -4 vermişdik də, düzdür. Enter. Gəldi, burada dəyər istədi. Dəyəri verdim. Birinci ifi yoxladı, düz deyil. Bloku pas keçdi. İkinci else ifi yoxladı, gördü, düz deyil. Else ifində blokun pas keçdi. Buradan buranı girmədi. Deyir, bu ikisi düzdürsə, else promo girir. Da başa düşdün, əks halda. Elə bir 100 dənə else if yazsan, hamısının bir şərtini yoxlayacaq. Amma else yazanda ən axırda else gəlib dirənibsə, else promo girir. Yəni əks halda heç bir fərqi yox. İndi uşaqlar. Burada mən else if yox. Gəl bu else-ləri silim. Burada nə edəcək kompüterdə proqram? Burada o Şəfqənin dediyi baş verəcək. Tutaq ki də buraya yazıram if. Count. Tam basıram. Count kiçikdirsə 0. Şəfqə, burada beynin yana bilər biraz amma bu hissədə. Burada o if else məsələsi var. O sıralıdır. Biri düzdürsə, onu icra edir, yerdə qalanın pas keçir. Amma belə bir yazılış, onu deyim sizə, proqramlaşdırmada yoxdur. Yəni 3 dənə if'i dalıba-dalıba yazırsan. Amma burada Şəfqənin dediyi hadisə baş verəcək. Mən deyim sizə. Bax, məsəl üçün, mən bura elementə 0 vermirəm. Yenə bayaqki kimi işlədi də, düzdür. Bu bloku icra elədi, bu ikisini icra eləmədi, düzdür. Sonra bunu çapa verdi. Düzdür. Yoldaşlar oradasınız da. Eyni şey oldu mu bayaqki ilə? Doğru. Bəli.
Eyni şey oldu. Amma burada çox fərqli bir hadisə baş verdi. Burada nə Şərtdən fərqli hadisə? Bu şərtlər, iflər bir-birlərindən asılı deyil, qardaş. Gəldi bunu yoxladı, gördü düzdür. Girdi için icra elədi. Amma gəldi bunu da yoxladı. Gördü düzdür, keçdi. Gəldi bunu da yoxladı. Gördü düzdür, keçdi. Söhbət ondan gedir ki, bu iflərin bir-bir hamısının burası şərtlərin yoxladı. Amma bayaqki variantda bunu gördünüz də siz. 3 dənə ayrı ifin içində yazdım o 3 dənə şərti. Amma bayaqki varianta kodumu qaytarsam əgər, kodumu bayaqki varianta qaytarsam, bax, burada bu düzdürsə, bu ikisini avtomatik yoxlamır. Çünki bilir ki, bunlar bir-birinə bağlıdır. Bundan keçib bunu yoxlayacaq. Bu düzdürsə, else girməyəcək. İkisinə keçəndən sonra else girəcək. Bunu bildik. İndi yoldaşlar, bu kodu hara satmağa ehtiyac var? Yox, ehtiyac yox. Bir də ki, sizdən xahişim maksimum kompüterdə bu kodu əllə yazın. Əllə sətir-sətir. Olarmı? Kod alışqanlığınız inkişaf eləsin. İndi gəlin bir dənə for döngüsü istifadə eləyək. Bunu kommentariyə alınmı? Alım. En dəyərini istifadə eləyəcəm də. Tutaq ki, bu başqa bir şeydir. Bu dövr, loopları anlamaq məsələsi var. Necə anlamaq məsələsi var? Burada gəlirdi şərt operatorun bir dəfə yoxlayırdı da, düzdür, Şəfqət? Aha. Bir dəfə yoxlayırdı da, girdi, bunu düzdür icra elədi, düzdür elə obisinə keçdi, o düzdürsə icra eləyir, düzdür elə obisinə keçir, elə. Gəlir ən aşağı. Amma dövrdə kursor məsələsi çox önəmlidir ya. Kursor məsələsini beyninizdə dərk eləmək, bunu heç bir kursa demirlər. Amma hər bacarıqlı developer kodunda yazdığı səhvi tapmaq üçün məsəl üçün mən elə error olub üstündə 2 gün qalmışam. Hər axşam 8-dən səhər saat 6-ya kimi. Bacarıqlı bir developer o kursoru hardan gəldi, hara girdi, necə keçdi onu bilir. Bunu heç harda demirlər. Kursor məsələsinin adını heç intervyuda da sizə çəkməyəcəklər, eləməyəcəklər. Amma bunu beyninizdə bilməyiniz hər şey deməkdir də, yəni. Onu bilmədən mən bu işi bilirəm deməyin. İndi gələk bir dənə for dövr operatoru quraq. Sadə elementar bir dənə for dövr operatoru qururam. For tabi yazıram. Aysa. Burada nə olur? Tutaq ki, bu count hələ ki silim. Bunun yerinə yazım. Tutaq ki, neçə yazım? 20 yazım da. Nə iş görür? Burada gəlir, girir forun içinə kursor. Fırlanır, gəldi, gördü. Burada bir dənə for var. Tap girdi içinə. Belə bir şey var da, dəyişənin forun içində də elan eləyə bilirsən. Bu inti yaza bilirsən. Çöldə elan eləyib bu inti yazmaya da bilərsən də. Fərqi yoxdur. Gəldi, dəyişəni elan elədi. Özdə ilkin dəyər olaraq 0-a bərabər elədi. Girir, forun içində bir iş görür. Forun içində bir iş görür. Təzədən qayıdı və i-ni artırır. Bir vaid artırır. i olur 1. Qalxır yuxarı yoxlayır, görüm i 20-dən kiçikdirmi? Gör, hə, 1 20-dən kiçik. Yenə girir içinə bir dənə əməliyyat icra edir. Nə yazmışıqsa. i-ni artırır, yenə girir forun içinə. Yoxlayır, görüm 20-dən kiçikdirmi? 2 də 20-dən kiçikdir. Okey, girdi içinə ta ki i gəlib 19 olana kimi. Çünki 20-yə kiçik bərabər qoymuşuq. Kiçik qoymuşuq. Kiçik bərabər qoysaq 20-yə bərabər olana kimi yoxlayacaq. Bu nə deməkdir? Yazıram bura system out print line. Bir də bunun içində danışdıraq bunu. Necə danışdıraq? Salam, mən i ədədiyəm. Qoşa nöqtə qoyuram.
Aynen, nə oldu ya? Hə, qoşa nöqtə qoyuram, ara qoyuram, bitişməsin rəqəm. Bir dənə plus yazıram, i-ni çapa verirəm. Burada nə olacaq? Bu hələ ki işləməyəcək. İşləyəcək, elə belə yəni biz görməyəcəyik. Fora baxın siz. For işləyəcək. Burada hər şey kommentariyadadır. Bir dənə, burada bu dəyər istəyəcək məndən. Bunu da kommentariyaya alıram, vəbşə. Burada heç nə olmaz. Uşaqlar, elə bilin ki, bu yazı yoxdur da, yəni kommentariyadadır. Main metodun içində bu var. Bir də ki, uşaqlar, Ctrl altlığını basanda kod səlqəyə düşür bu qaydada. Run eləyirəm. İndi görün nə olacaq. Bunu qaldırıram bir dənə yuxarı. Ekranı yaxşı görürsünüz. Hə, görün. Yazıb salam mən i ədədiyəm 0. Salam mən i ədədiyəm 1. Gəlib 200, ya salam mən i ədədiyəm 19. 20-yə keçməyib. Görürsünüz 19 0-da daxil olsa 20 dəfə bunu icra elədi də. Yəni çünki 0-dan başlayıb axı. Düzdür? Gördünüz 0-dan 20 dəfə eyni şeyi icra elədi uşaqlar. Bunu anlaya bilirsiniz necə bir şeydir. Bu necə baş verir? Gəlir i-ni forun içində yaradır. Yoxlayır ki 20-dən kiçikdir. Hə, kiçikdir. i-ni sonra axırda artırır, istifadə edir də. i-ni elə bil inkrement eləmir. Gəlir burada əməliyyatı icra eləyir. i-ni artırır, bir də girir form içinə. Və yenə 20 ilə yoxlayır. i oldu 1. Aha 1-dir, düşdü içinə. Salam mən i ədədiyəm. Plus 1-i çapa verdi. i-ni artırdı, bir də gəldi. i oldu 3. 3 20-dən kiçikdir, bəli. Düşür içinə salam mən i ədədiyəm. i-ni çapa verdi. 3 oldu axı. Burada da artırmaq məsələsi var. Bildiniz? Bu qaydada bu öz içərisində işləyir. Bir şey soruşa bilərəm sizdən? Buyur. Mən buna aid, fora aid bir dənə nümunə yazdım. Deməli, keçən səfər müəllim də dərsdə vermişdi də. Biz bir neçə şərtlər qoyduq. If-lə cüt ədədlər tapsın göstərdi. Sonra falan yerdə break eləsin, falan rəqəmi continue eləsin. Gəlirəm ona. Onun ardıcıllığını quranda müəyyən bir ardıcıllıq var. Birinci continue gəlsin, sonra cüt ədədi göstərsin, sonra break eləsin. Burada nəsə bir ardıcıllıq olmalı. Yox. Continue break məsələsini sən başa düşməmisən. Yazdım. Misal üçün continue ilə cüt ədədi göstərisinin yerini dəyişəndə konsul mənə fərqli rəqəmlər göstərdi. Sonra onların nə bilim break-in yerini dəyişəndə yenə bir fərqli rəqəmlər göstərdi mənə konsolda. Gözlə gəlirəm. Onu da izah eləyərəm. Onu da izah eləyəcəm. Yəni o şərt verirdi ya if-lə. Həmin Gözlə Şəfiqə, tam kompleksləşdirib sənin istədiyin yerə gətirib çıxardacağam. Məsələn, mürəkkəbləşdirə aparırıq. Hal-hazırda bunu sən anladın mı? Sual budur. Hə, onu başa düşdüm. Da yəni i-ni 0 eləyib, şərti bloku icra eləyəndən sonra artırıb 20 ilə şərtlə yoxlayıb, əgər düzdürsə bir də girmək məsələsini başa düşdün. Ta ki bu şərt ödənməyənə kimi. Ödənmədi, tap buradan çıxır gedir işinin dalınca. Bildin, qayıdır, bir də yoxlayır, bloka girmədən çıxır gedir. Hə, indi gəlin burada maraqlı bir iş görək. Şəfiqə, interaktiv gedəcəyik və burada i-ni 20 verməyəcəm. i-ni 50 ilə daxil eləyəcəyik. i-nin ən son qiyməti, buradakı qiyməti. Və biraz sənə suallar verəcəm ən axırda. Gəlin, uşaqlar, tək ədədləri yoxlayaq. İstəyirəm ki, istifadəçi gəlsin, bir ədəd daxil eləsin. Eşidirsiniz məni. İstifadəçi gəlsin, bir ədəd daxil eləsin və həmin ədədə qədər olan bütün tək ədədləri mən ekranda görüm. Necə bir şeydir? Bildiniz də bunu niyə yazdım? İstifadəçi buradan daxil eləyəcək bu rəqəmi. Burada mən istifadə eləyəcəm onu. Gəlirəm, nə yazaram bura? If.
Tək ədəd necə olmalıdır? Qalıqlı bölmə bölsün 2-yə bərabər deyil 0 olmalıdır. Onun mənası nədir? Bunu Yəni deyirsən də sən. 2-yə böləndə qalığı 0 olmasın. Hə? Bundan fərqli 2-yə böləndə qalığı 0 olurdusa cüt ədəd verirdi. Qalığı 0 olmayanda tək ədəd verməli idi bizə. Necə? Deyirsən qalığı 0 olmayanda tək ədəd olurdu. Hə, qalıq 0 verəndə cüt ədəd olur. Yəni demək istəyirsən ki, bir ədəd 2-yə bölünəndə əgər qalıq qalırsa, bu ədəd tək ədəddir. Düzdür? Əgər qalıq qalmırsa cüt ədəddir. Bu da o deməkdir ki, bax bu yazılış da odur ki, i-ni 2-yə böləndə mənim qalığım qalırmı? Yox. Yox, da o deməkdir. İndi yəni tək ədəd verəcək də siz yazdığınız versiya ilə. Hə. İndi. Şəfiqə, yaxşı, başa düşmüsən də bu mövzunu, düzdür? Aysa. Bax bu system out print line-ı bura yazsam nə olar? Forun üstünə. Bura yazsam nə olar? Onu mənə deyin bir dənə. Torun deyə bilərsən. Həri. For döngüsündən yuxarıda yazanda, yəni klassın içində yazanda, Hə. o klası işə düşəndə biz rəqəm nə yazsa onunla bərabər işləyəcək. Klası qarışdırma. Klas var. Hər metod klasın içində olur, bunu bildik. İndi biz main metodun içində işləyirik də, düzdür? Hə, Yəni, orada yəni beynini yorma. Mən bu yazını forun üstündə yazsam nə olacaq, içində yazsam nə olacaq? forun üstündə yazanda biz hər dəyər girəndə orada çap olunacaq. Hər dəfə çap olunacaq. Üstündə yazanda, Bəli. bu içində də lazımdır. Gözlə görüm. Yəni sən deyirsən ki, burada yazsam nə olacaq? Orada yazanda biz dəyəri yazanda hər dəfə çap olunacaq. Mən elə düşünürəm. Bu variantda, Bəli. bu yazılışda deyirəm. Sizin bayaq yazmışdınız ha, mən işimi bitirdim ha. Məncə onu kimi çıxacaq, yuxarıda çıxacaq. Şəfiqə, qısa konkret suala cavab verin. Siz hər iki variantında cavabını verirsiniz. İkisindən biri əlbəttə düz çıxacaq. Mən sizə deyirəm ki, bu variantda yazanda Torul nə deyirsən? Deyirsən ki, hər dəfə çap olunacaq. Mən elə deyirəm. Hə. Şəfiqə, sən nə deyirsən? Hər dəfə yox, bayaq yazmışdınız ha, mən işimi bitirdim ha. Həminki komment kimi orada konsolda çıxacaq o. Yuxarıda çıxacaq. Nə qədər çıxacaq? Bir dənə çıxacaq. Siz nəyə görə elə deyirəm mən? Hə. Çünki kod yuxarıdan aşağı sətr-bə-sətr oxunur. Doğru. Biz Burada məndən dəyəri- nə istəyir uşaqlar? Diqqətinizi yoxlayıram. Nə istəyir burada məndən? Dəyər verir, dəyər istəyir. Ayşə, neçənci Cavab verə sətirdədir? bilərəm. Şəfiqə, neçənci sətirdədir bu dəqiqə kursor? 9-cu sətirdə deyəsən yuxarıdakı neçə idi? Skanner lisensiyalı sətir. Ayşə, bir dənə dəyər verirəm. Abi cavab verim də mən. Buyur. Abi məsələn bunu if-dən məsələn 10-cu sətirdə neçənci sətr yazmısınız? İşarələmişəm kodu, işarələmişəm. Əgər for Bu variantda Şəfiqə deyir ki, bir Bir dəfə dəfə çap olunacaq. Sən də deyirsən bir dəfə, Toğrul deyir hər dəfə. xeyr. Ay sağ ol. İndi 20 yazıram, tutaq ki. Toğrul, Şəfiqə vurdu, qol oldu da yəni bu səfər. Düz dedi, bax. Tək ədədlər yazısı bir dəfə çıxır. Abi, mən sənə dedim də, bax Şəfiqə bayaqdan qulaq asıb, onu başa düşdü. Eşitsən məni? İşləmişdirəm. Başa düşdü. Mən sənə deyirəm axı kursor deyə bir şey var da, kompüter gəlir sətir bir oxur. O kordur kompüter. Başa düşdün? Kardır. Heç nə görmür. Qabağındakı sətri icra edir. Burada bir dənə fərqli nöqtə vergül qoysa, ADC problem var, heç işləməyəcək. Bütün proqram dayanacaq.
Və kompüter niyə Məncə, işləmir? məncə Toğrul da onu demək istəyirdi. Hər dəfə skannerə fərqli rəqəm verəndə hər dəfə çıxacaq onu deyirdi bəlkə Toğrul bəy. Yox, qardaşım, mən skannerə bir dəfə bax, yenə də bax Şəfiqə, sən də yandırdın uje. Yox, biz necə? Bayaq skannerə bir dəfə 0 verdiniz. O hər dəfə Hı. cavabı göstərirdi, amma sistem auto yazdığımız o şeyi də göstərirdi də, o cümləni göstərirdi. Bəlkə Toğrul bəy də deyir ki, skannerə bir dəfə verəcəyik, misal üçün i-yə rəqəm burdan rəqəm göndərəndə, misal üçün 20 İyə mən göndərəcək. rəqəm göndərməmişəm Şəfiqə. Çaşdım da, yəni skannerə Diqqətli ol. rəqəm göndərirsiniz ha. Diqqətli ol. Counter verəcəksiniz ha. Count-a rəqəm göndərirəm skannerlə, düzdür? Counter misal üçün Və 20 o count-u da i-yə sərhəd qoymuşam. Vəssalam. Hə. Count-u i-nin içində istifadə eləməmiş, forun içində istifadə eləməmişəm. Eləyə bilərəm. Hər dəfə nəsə olsun. Bunu yazsam forun içində, götürüb burada count-un sayı qədər məndən count istəyəcək. Mən bir dənə olaraq söyləyim. Uşaqlar, odağınızı yayındırmayaq. Burada yazılında Toğrul sən deyən olacaq, bax. Ctrl V. Baba, burada rəqəm istəyir. Tutaq ki 10 yazın. Bax görürsən? Tək ədədlər, tək ədədlər. Bildim, mən də onu deməyə çalışdım da. Orada biz hər dəyər girəndə axı yenə də tək. Çünki bir dənə yuxarıda zəhmət olmasa. Axşamınız xeyir. Gözlə. Axşam. Salam müəllim. Axşamınız xeyir müəllim. Axşam xeyir. Yox, mən müəllim deyiləm. Kim idi bu? Fuad müəllim gəldi. Fuad müəllim? Var nə yox? Sağ olun müəllim, siz necəsiniz? Sağ ol, yaxşı olasınız. Hansı dövr üzərində işləyirsiniz? Müəllim, dərsi rekorda almaq şərti ilə başdan başlamışam. Nədən başlamışam? Birinci if-dən başladım. If, else if, else göstərdim. 3 dənə if-lə göstərdim necə olur. Və indi for dövrünün bunun içində yəni necə cycle elədiyini göstərirəm ki, yəni bu necə girir, bunun içinə şərti necə yoxlayır, nə olur. Əla, əla. Okay. Çünki bu Şəfiqə. məsələ müəllim. Hə. Şəfiqə uşaq başa düşüb. Bir daha soruşum müəllim. Şəfiqə, bura qədər çətinliyin var? Mənim yox, çətinliyim yoxdur bu hissələri. Yəni başa salırsa olsun. Mən də başa düşürəm temaları. Metodlarda da elə olacaq. Şəfiqənin biraz metodlarda narahatçılığı var. Məncə onu da həll edərsiniz. Sizi bölməyim, biz o bir uşaqlarla o bir tərəfə keçəcək, başqa linkə. Bir məsələni deyəcəm. Mən sizə sabah axşama əlavə dərs demişəm, amma mənim başqa bir qrupuma da söz vermişəm, eyni anda üst-üstə düşür. Sizlə vaxtı dəyişmək mümkündür? Olar müəllim, problem. Olar, mümkündür mənim. Hə, Onda sabaha da bizim əlavə bir dərs uyğundur sizə. Siz özünüzü aranızda salın sabah. Təkrarlamağa davam edin. Hə, hər Bazar gün günü salaq biz əlavəmizi. Alınsa axşama falan, yəni səhərə. axşam olar. Nətər fikirləşirsiniz? Axşama alınar mənim. Hə, bazar günü axşama danışaq qrupda. Razılaşaq. Heç Olar. nə üzrü sayın, böldüm, davam edin. Mən qrupa yazacağam o bir tərəfə. Sağ olun. Sağ olun, gecəniz Yaxşı. xeyir, sağ olun. Xeyirlər. Xeyrə qarşı. Burada deməli, uşaqlar biz harda qaldıq? Hə, bu hissə önəmlidir. Buradan indi üstünə yazanda mən sizə dedim kursor məsələsi çox önəmlidir. Siz bir şey bilin ki, bu kompüter kardır, kördür. Sətir-sətir gəlir. Fəxri, bir dənə olaraq söyləyim. Bir dənə sözümü kəsmə. Dedi. Bu hissəni bitirim. Mən fikrimi yekunlaşdırdım ki, bu videoda olsun. Sətir tap-tap gəldi, skanner yaratdı. Bu bilmir, burada olanda 8-ci sətirdə minut içərisində, millisaniyələr içərisində icra eləyir çox sürətli. Sən elə bilsən, hər şeyi gördü. Gəlib bu 8-ci sətirdə skanneri yaradanda, vallahi billahi bunun xəbəri kompüterin, dünya üzərində hələ heç bir kompüterin xəbəri olmur ki, bunu harda işlədəcək. O bilmir ki, burada nə var. Düşür aşağı görüm nə var, ay Allah burada. Düşdü aşağı gördü, hə, count-a mənimsədəcəm, lap yaxşı. Dəyər gözləyirəm istifadəçidən, istifadəçi yazdığın count-a mənimsədəcəm. Day burada bilmir ki, bunu mən nə edəcəm. Düşür bura, bir dənə bu yazını çap eləyir. Hələ count-dan bir iş görmür. Bunu çap eləyir. Çap elədi, tap girdi fora. Count-u da mən i-yə sərhəd qoydum da, yəni forun dəyişəninə
Sərhəd qoydum ki, istifadəçi daxil elədiyi ədədə kimi fırlan. Fırlanma məsələsində başa saldım da içində necə işləyir. Görürsüz? İndi məsəl üçün də bax tək ədədlər yazdım. Gəlir tək ədədləri çapa verir. Algoritmə güvənirəm də forun içində hansı ədəd təkdirsə bir if şərt operatoru ilə mən bunu çapa verirəm. Mən bu algoritmə güvənirəm, ona görə başına da yazdım ki, bu tək ədədlərdir. Çapa ver bu yazını. Çapa verdi, düşdü forun içində tap. İndi gəlin bura. Gəlin bura görək burada nə baş verir. Ən axırda hamının suallarını verəcəm. Qulaq asacağam. Bir də şey yoxlayacaq. 10 yazıram. Kiçik dövr qoyuram ki, rahat bax. Yox, başına yazdı tək ədədlər 1-i, 3-ü, 5-i, 7-ni və 9-u çapa verdi. Gördünüz? Amma indi gəlin belə bir şey eləyək. 5 dənə ədəd çapa verdi. Bura yazıram system out print line. Forun adından yazıram bunu. Mən işlədim. For olaraq işlədim. Bax bunu yazdım bura. İndi gəlin bu koda diqqət eləyin. Diqqət eləyin. Siz elə bilməyin ki, əgər şərt ödənmirsə 10 yazıram bunu. Niyə yazmadım? 10. Namlok vasılı bir. 10. Siz elə bilməyin ki, şərt ödənməyəndə for az işlədi. Bax. Bir dəfə yazdı. Bax görürsən burada 2 dəfə çap eləyib. Mən for olaraq işlədim. Niyə yazıb? Gəlin göstərim onu sizə. Bir dənə izah keçək. Deməli, i-yə verib 0. Uşaqlar, i-yə verdi 0. 0 2-yə qalıqsız bölünmürdü. Əslində 0-dan pas keçməlidir. 0 nə təkli, nə cüt. Biz burada 2-dən başlamalıyıq yoxlamağa, nəysə. Gəlib 0 verdi, 0 2-yə bölünəndə yenə 0 eləyir. Şərt ödənmir ki. Uşaqlar, Əgər if blokun Şəfiqə sənlə danışacaqsınız. Baş rolda bu günlərin beynin yanmadı, bir dənə mən onu denən. Yox, beynim yanmır. Danışın, yanmır. Yəni kodumuz var, o görsən burada yuxarıda 24-cü sətirdən 32-ci sətrə kimidir də. Bu yuxarı tək ədədlər yazısı yazmışam. O heç bu səni çaşdırmasın. Yuxarıda yazdı. İstəsən bunu kommentariyaya alım, heç bu bizə bu da O hissəni mən tutmuşam, o yuxarıda yazdığınız okey. Aysə kommentariyaya alıram, təzədən run eləyirəm. Heç o sizi çaşdırmasın. Bir dənə 10 yazdım. Dövrü qısa qoyum ki, şeydir. Baxın uşaqlar, burada gəldi. Yəni gəldi nəyinə? Heç count-u da istəyirsiniz istifadə eləməyim. Count da başınızı qarışdırmasın. Hə? Count tema tutmuş olar uşaqlar yəqin ki. Hə. Şəfiqə, gəldi i-nin birinci qiyməti nədir? 0. Qoy burada bir dənə çıx işarəsindən də hələ bir bölüm. Sold. Belə aydın bu. Görsəlləşdirmək lazımdır bu işi ki, beyninizdə canlansın. Yoxsa bu dəqiqə bazara girsəz, hamı deyir ki, mən if-i foru bilirəm, nə bilim. Heç kim heç nə edə bilmir. Bunu belə eləyək. Mən sizə main thread-indən danışıram. Bu dəqiqə xəbəriniz yox. Nə vaxt thread-lərə satanda biləsiniz. Bax, baba Şəfiqə. Burada ən sonuncu forun içində nədir? Bu çıxaqlardır da, görürsən? Demək ki, bu çıxıqlar qutaranda for işin qutarıb da. Bax, mən onu daxil elədim. Gəldi forun içinə girdi. i-ni 0 götürdü birinci. Düzdür? Gördü ki, A şərti ödəmir. i-ni çapa vermədi ki. Yox. Amma bura gəldi, yazdı ki, mən for olaraq işlədim. Ondan sonra çıxağı qoydu. Blokdan çıxdı. Bir də qayıtdı başa. Bir də 2-yə bölünəndə qalıq qalmır əslində. Əslində belə bir bölmə olmalıdır. i olur 1. 1 də tək ədəd deyil də, başa düşdüyün, onu çapa vermir. Yəni 1-i faizlə 2-yə bölmək olmur da, belə deyək. 1-i 2-yə bölüb qalıq almırsan, ondalıq ədəd alırsan, amma qalıq almırsan. Gəldi, gördü ki, şərt ödənmir. Eşitsən məni. Buranı yenə pas keçdi. Yenə yazdı, mən for olaraq işlədim. Baba.
Çıxağını da qoydu. Sonra gəldi. Bax, biz uşaq buradayıq. Düzdür? Hı -hı. Sonra i-ni bloku qurtardı, i-ni artırıb axı. Bir də girdi bura. Gördü ki, 3 ondan kiçikdir. Girin bura. Girdi, gördü 3-ü 2-yə bölünəndə qalıq 1 qalır. Yəni 3-ün 2-yə bölünən faizli bölməsindən, yəni 0-dan fərqli bir ədəd alındı. Şərt doğrudur. Girdi 3-ü çapa verdi. Gördün? Ala mən rəqəmləri qarışdırdım. 1-i çapa verib, 2-ni çapa verməyib, 3-ü çapa verib də. Düzdür, görsən? Hə, cüt ədəd. 3 tək ədəddir. Tək ədəd 3-ü çapa verdi bu səfər. Yenə yazdım. Mən for olaraq işlədim. Ha, sənə bir dənə qeydiyyat verdi. Çıxağın qoydu. İ-ni artırdı, 4 elədi. 4 yoxladı, ondan kiçikdir. Girdi şərtin içinə. 4 2-yə faizlə bölünəndə qalıq qalmır. Şərt doğru deyil. 4-ü çapa vermədi. Bura işləmədi. Yenə qeydiyyatına apardı ki, mən for olaraq işlədim. Çıxağın qoydu, 5-ə ki, i-ni artırdı, 5 elədi. 5-i 10-dan yoxladı. Gördü ki, 5 tək ədəddir. 5-i 2-yə faizlə böləndə 1 qalıq qalır. Düzdür. Girdi, 5-i çapa verdi burada. 5-i çapa verdi, qeydiyyatını apardı və çıxa qoydu. Yəni for bu qaydada işləyir. Ta ki şərt ödənməyənə kimi. Şərt artıda 10 elədi. Yəni 10 eləyir. 9-u yoxlayır, eşitsən. 9-u yoxladı, getdi 9 təkdir. Çapa verdi, qeydiyyatına apardı, fiso. Amma bir də artırır, 10 eləyir. 10 eləyəndə artırıb 10 elədi. Buradan çıxdı, qayıtdı, bir də forun içinə girdi. Gördü ki, yox, 10 ondan kiçik deyil. Görsənmi? Onda bu bloku pas keçdi, getdi. Yəni siz bu sirkulyasiya, bu döngü məsələsini tutun. Yəni bunun içində qarışıq alqoritmlər yaza bilərsən. Başqa şeylər. Bundan sonrası alqoritmdir. Bu mən alqoritmin təməl daşım bugün sizə alqoritmdə keçdim. Bildiniz? Bu qədər. İndi uşaqlar, sizin suallarınız nədir? Harada takılırsınız? Mənə deyin gəlsin. Məndə hələ ki yoxdur bu hissəyə qədər. Bu hissəyə qədər is it clear da yəni. Hə, okeydir. Başa saldıqlarınız deyil. Toğrul. Feedback verin. Bəli. Məndə problem yoxdur. Tam aydın başa düşür. Fərid. Fərid mesaj yazır yəqin ki. Fərid. Neyse, Fəridin işi var deyəsən. Rekorda baxar. Yəni rekordumuz da var. Mən rekorda bu hissədə bağlayıram. Metoda girəkmi, girməyəkmi? Sabah olsa da bizə qaldı da, hə? Hə, onlar nə vaxt uyğun olsa bir vaxt. Sabah mən ola bilsin ki, axşam saatı uyğun olmayım. Biz necə mən müəllimədə demişəm, mən uşaqlıyam da, balaca mənim qızım var. Mən elə bir ki, ondan vaxt tapanda çox sağ olun. Ondan vaxt tapdıqca mən imkan eləyirəm də dərslərə. Başa düşürəm, çox çətin ha. Hə, biraz mənim başa düşündən bilirəm, siz mənə görə daha çox çalışırsınız. Özünüz də yəqin ki, daha yaxşı öyrənirsiniz izah eləyəndə. Hə, mənim üçün təvəssüz bir şeydir. Bazar günü amma eləyə bilərəm. Sizə də uyğun olsa uşaqlara. Bazar günü müəllim əlavə dərs saldı. Müəllim özü saldı. Hə, müəllim özü saldı. İstəyirsənsə dadiba fasilə verim. Fasilə verək. Başlayaq metodları bu günlərin metoddan danışaq. Amma ideal bir danışıq. Hə? Onlar necə istəyirsiniz? İndi istəyirsinizsə eləyə bilərsiniz. Toru fasilə mi verək, yoxsa belə mi davam edək? Belə davam edək, mənə fərqi yoxdur. Gəlin girək metoda da. Gün bu gündür. Fürsətdə yaxalamışıq, istifadə edək. Belə deyim. Gəlin, indi biz tutaq ki, bir dənə də əlavə klass yaradaq. Nə klass olsun?
Uşaqlar, bir sizdə PSV-mi yazanda main metodu gəlir. İntelligent vəli nemətlərindən biridir. Kompüterdə ümumiyyətcə Liboy proyektdə bir dənə main metodu olur və main metodu bütün proyekti çalışdırır. Ən birinci main metodu axtarır, yəni Java Virtual Machine. Hər yerdə belədir. Metodlar üzərində metodun nə olduğundan mı danışaq, necə olduğundan mı danışaq? Metod, indi biz şifahi bir girizgah verin, ona əsasən də bir kod fikirləşin. İndi biz main metodu içərisində biz dəyişən elan edirik. Sonra bizim if else alətimiz var, şərt operatorlarımız. İndi switch nə qədər istifadə olunur şübhəlidirlər. Yəni 1%, 2% istifadə olunar ya olunmaz da dünyada ümumiyyətcə. Bəlkə də 1000% istifadə oluna bilər. If else şərt operatorum önəmli alətlərimizdir. Bizim forumuz var. Dövr operatoru deyəndə 95% proyektlərdə for operatorundan istifadə olunur. 5% də hardasa while istifadə olunur. Do while da çox niş bir yerlərdə istifadə olunur da. Elə bir yerlərdir ki, do while yəni birinci bloku bir dəfə icra eləməyə ehtiyacın olar, axırda şərti yoxlamaq ehtiyacın olar onda. Önəmli alətlərdir. Amma metod deyə bir şey də var. Mən durub tutaq ki də bir metod funksiya deməkdir də. İndi funksiya keçmisiniz yəqin başqa proqramlaşdırma dillərindən. Şəfiqə, main metodunda mən bir alqoritmi bir dəfə yaza bilərəm, düzdürmü? Alqoritm nə? Yəni necə ki? Yəni kodu da məsəl üçün mən burada alqoritm tərtib elədim, elementar. Burada mən sizə sadə ədədlərin ekrana çap eləmək üçün də bir alqoritm verdim də. Yəni bu alqoritmdir. Və kursor vasitəsilə necə işlədiyini göstərdim. Bu sadə simple alqoritmdir. Yəni böyük alqoritmlər var o heç. Alqoritm sıralamada, yəni stepləri təyin edirsən. Mən forumu qoydum, nə bilim if burada olacaq, içində filan şey olacaq, şərti nə olacaq. Bu özü bir alqoritmdir. İndi bəlli başlı bir işi görən bir kod bloku lazım olur. Bəzən ki sənə məsəl üçün də qardaş 2 ədədi toplamayacağam. Proyektin fərqli yerlərində də toğrulun da ehtiyacı var. Tutaq ki də bir proyekt paylaşmışıq. Git üzərində ortaq bir proyektdir. Bir modulun sənə vermişik, bir modulun toğrula, bir modulun fəridə. Hər üçünüzün də 2 ədədi nədirsə, yəni necə bir proyektdirsə, 2 ədədi toplamağa ehtiyacınız olur kod yazdığınız yerdə, yəni kod içərisində. Qardaş, kənarda bir dənə metodun olur. Yazılır, qoyulur, onu çağırırsan və içinə dəyərləri göndərirsən, hazır sənə cavab qaytarır. Metodlar iki cürdür. Geriyə dəyər qaytaran və geriyə dəyər qaytarmayan. Klasslar daxilində olur daha çox. Metod içərisində metod yaza bilmərsiniz. Məsəl üçün də main metod içərisində metod yaza bilmərsiniz. Bu klass içərisində main metodu hansı klassın içindədirsə, orada yazdığınız metodları main içində rahat çağıra bilirsiniz, klass adı olmadan. Tutaq ki də elementar. Məsəl üçün, geriyə dəyər qaytarmayan metodlar nə olur? Void ilə yazılır. Burada məsəl üçün public static void tutaq ki də burada tipin müəyyən eləmədik də int olsun. Yox, tip niyə verirəm ki? Tutaq ki də nəyə qoyum? Sum olsun. Belə bir metod olsun. Int A, int B, system out println A, B. Tutaq ki də nə olsun, mən metodun fərqli atmosferini sizə göstərməliyəm də. Gözlə bir dənə.
Görək GPT müəllim bizə nə deyir. Cavabda cavab görək bizə hansı metodları yazır bu. Aha. Example. Tutaq ki, nə? Hə. Yəni iş gördürmək üçün də tutaq ki də bizim nə olsun, tələbənin adını götürək. Bir də balın. Elementar. Hə, belə bir geriyə dəyər qaytarmayan metoddur da. Bu metodu yaratdıq. Gəlir PSVM içərisində bunun içinə dəyər atsaq. Tutaq ki də samı çağırıram, içinə atıram 5,8 nöqtə qoydum yoxsa 5,8. Şəfiqə buradasan? Buradayım. Burada niyə belə oldu ki? Ha, o birisini işlədir ya hələ bu. Orada da main var. Tak. 13. Yəni metodu belə deyək də main metodundan kənarda yaradırıq və onun içərisində çağırırıq. İki növü olur. Geriyə dəyər qaytaran, geriyə dəyər qaytarmayan. Gəlib burada tutaq ki də bir dənə də public static void yox. Static tutaq ki int sum2 deyim də. Sum2 int ISO. Deməli Ctrl Z deyirəm. Aha. Return A plus B desin. Hə. Tap. Baba, iki dənə metodum var. Geriyə dəyər qaytaran və qaytarmayan metodlar arasındakı fərq. İndi sum2-yə atsam eyni dəyərləri. Sum2-yə bax. Keşke debug rejimi işləyəydi mən də göstərəydim. Sum2 tutaq ki 2 vergüldür bu nöqtə qoyur vergül. 2 tutaq ki də 5. Bax. Gəlin belə bir şey deyək. Siyahı özünüz yazmadınız return olan hissədə. Hə? Siyahı return olan hissədə özünüz yazmadınız. Returnda A plus B yazmısınız deyə. Hə, yazmışam bir şey göstərəcəm sizə. Yəni bu metodlar necə? Təhmasib keçən səfər belə bir kəlmə işlətdi. Void ilə olan metodlar nəyisə çapa vermək üçündür dedi. Burada mən sizə belə bir şey də deyim də. Bunu silirəm, yazıram. Int C bərabərdir A plus B. C bərabərdir A plus B. Burada biz, mən run eləsəm, görəsiniz ki, heç nə baş vermir. Amma, burada niyə heç nə olmur? Mənə kimsə deyə bilər bunu. Ekrana heç nə çıxmadı da, əslində çox şey oldu. Belə bir şey olsa, deyim mən. Yəni mən elə başa düşmüşəm ki, burada int C bərabərdir A plus B yazmısınız.
Onun altında da Cout C yazmalısınız. Ay sağ ol. Burada void-lə olan void Cavabı bir dənə işi görür. Gəldi. Hə. Əslində C Nə də bərabərdir A plus B yazdı, hesabladı, C-yə mənimsətdi. Amma mən çapa vermədiyim üçün Hə. və yaxud heç harda C-ni istifadə eləmədiyim üçün mən onu görmədim. Cout C eləyirik. Yəni onun cavabı orada hazırdır sxemimizin içində. Sonra da biz main metodundan ona qiymət veririk. Qiymət verikcə o bizim cavabımızı hesablayır axırda. Ay, da yəni main metodundan başa- içinə hə, dəyər main atmışam. Dəyər. Run eləyirəm. Yenə 5 ilə 8-i topladı, amma bu sum 2-dən səs yoxdur. Orada da Cout yazmamışsınız ona görə. Bunun içində də yaza bilərəm Cout. Çağırmışam da. Amma belə də yaza bilərəm. Sout Ctrl V. Bu bu Şəfiqə. Bu metod geriyə dəyər qaytaran metoddur. Bu nə qaytaracaq geriyə? 7 rəqəmin qaytaracaq. Görürsən 13 ilə 7 çap olunur. Və hətta mən belə bir şey eləyə bilərəm, bax. Geriyə bir dənə int ədəd qaytarmır bu. Görürsən? Int tipində 2 ədədin cəmin qaytardı. O da int tipindədir. Mən bunu silərəm. Deməli belə. Bunu silim. Buradan da siləm. Int tutaq ki də C bərabərdir. Burada nə olacaq? System out println C desən 13.7. Bax görürsən, bu bir C ədədidir, bax. Hə. Niyə? Çünki geriyə bir C ədədi qaytarır. Amma mən bunu hər hansı bir şeyə bərabər eləyə bilmərəm. Deyə bilmərəm ki, int tutaq ki də ədəd bərabərdir sum bu. Bax, qırmızı verir. Üstünə nə yazır? Deyir, qardaş, require type. Sən int istəyirsən, provided sənə verdiyim voiddir. Başa düşdün? Bu gedir. Void metodda hər hansı bir iş görür. Sən çapa verdin. Məsəl üçün, təmasibin o sözü mənim yadımdan çıxmadı da. Ki, çapa vermək üçün. Void çapa vermək üçün hər hansı bir işdə database-də void ilə bir məlumat otuzdur. Sən onun nəticəsini görməyəsən zaten. Bildin? Əgər konsolla çapa istəsən verə bilərsən, istəsən verməyə bilərsən. İndi bir nəfər mənə deyə bilər ki, bu C nədir, bu C nədir? Kim var bunu deyə biləcək? Bu C nədir, bu C nədir? Deyim. Deyin. Sum metodunun içindəki C A plus B-nin cəmini bərabər edirik. O həmin C-dir. Yuxarıda çağırdığımız int C bərabərsə sum 2-nin qaytardığı dəyəri təzədən bərabər edirik ona. Nəticəni bərabər edirik. Aysa okey də bu görsəniz zaten. Prosta ki bunun hansı harda tan. Niyə 2 dənə C-dən istifadə edirəm? Fərqli şeylərdir özdə. Biraz qəliz olsun deyə dərs. Baxın yoldaşlar. Bu C hardadır? Yadında qalsın Şəfiqə. Bir dəyəri elan eləmisənsə, onun hansı blok içərisində, ona ən yaxın 2 mötərizənin içinə bax. Bildin? Məsəl üçün, mən birdə bir dənə, bax görsəm, klass səviyyəsində, metodların üstündə bir dənə nə yazsam? Tutaq ki də, string bərabərdir, tutaq ki də, bir dənə boşluq. Developer. Bundan niyə belə olmadı ki? Burada access modifier verdir. Nə deyir bu? Hansı? Hə də default götürür. Bax, bu bir dəyişəndir də bu Şəfiqə. String tipində developer dəyəri daxildir. Buna ən yaxın blok hansıdır? Bax, budur, görürsən, başlanğıcı burada başlayır, burada qutarır.
Demək ki, bu şəfiqə dəyişəni hər yerdə yadırğanmadan istifadə oluna bilər. Mən main metodun içində də görsən böyük bir dənə S yazıram. Tutaq ki də şəfiqə. Nədir? X ilə yazmadım ona görə. Şəfiqə. Aha, niyə qırmızı qoydu ki metod səviyyəsində? Aha. Sual. Havaca mənim üçün də sualdır. Kontrol. Statik deyil bəlkə ona görə. Yox, statik məsələsi deyil. Aha, düz deyirsən, statik deyil. Hə, statik. A hərfini yazmalıyız orada. Statik sözünü. Orada sinkdən sonra altdan xətt var şəfiqə ilə individual. Ay, sağ ol. Burada niyə indi yenə error? Not a statement, include local variable. Yəni mən belə başa düşdüm ki, bu void-in içindəki int c dəyişkəni mən özüm kənarda bir Uzaq qalmışam, 4-5 ayda uzaq qalmışam. Şəfiqə, bax görsən sən qlobal dəyişənsən, bax. Aha. Səni gəlib mən main içərisində də istifadə eləmək olur bu dəyişəni. Burada da yazaq, harda istəsən də. Çünki bu klass səviyyəsindədir. Bax görürsən, buradan bura kimi tanınır. Amma mən bunu götürsəm, atsam aşağıdakı metodun içinə, povdu buranı. Burada belə bir dəyişən elan etsəm, yenə qırmızı qalacaq bu. Çünki hə, scope məntiqi. Çünki burada şəfiqə dəyişəninə ən yaxın blok bax budur. Şəfiqə dəyişəni bu blokdan buradan bura kimi tanınır. Hə. Arkadaş statik niyə şey oldu ki? Hə, statik metodun içində deyir zaten bu statik olacaq da yəqin ki. Sən metod statiksə onun qarşısına statik yazmağa ehtiyac yox. Sən burada bu blok içərisində tanınırsan. Başa düşdün? Deyir, bunu tanımıram. Deyir, bu nədir? Connect resolve sim. Deyir, mən bu simvolu resolve eləyə bilmirəm. Tanımlaya bilmirəm. Başa düşdün? İndi eynən bu məntiqlə. Qardaş, bir C bunun içinə çıxandan sonra hər də bu metodun içinə girəndə int C-ni yaradır bu. Aynən plus B-nin cəminə bərabər eləyir. Vəssalam. Eyni zamanda bu C-ni də main-in içinə girəndə yaradır. Birinci bunu yaradır. Sum'un içinə girir burada. Çağırmışıq. Bu void sum'un içinə girir. Burada C-ni yaratdı. Bərabər eləyib çapa verdi. Sonra qayıtı düşdü bu bloka. C-ni bərabər elədi. Bir C dəyişən bunun içindəki. Sum 2-nin qaytardığı dəyərə vəssalam. İndi burada kursor məntiqi burada da var ha. Burada da bir başqa əmma var ki, bunu da nəzərinizə çatdırım. Bilmirəm, indi sizin də başınız şişdi. Mənim də başım şişdi. Tutasız tutmayasınız. Kursor dedim, yuxarıdan aşağı gəlir. Düzdür? Gəlib bu 9-a dirənəndə deyir, sum metodu. Sum metodundan da 10-cu sətrə keçmir ha. Gəlir sum'ı tapır burada. 15-ci sətirdə sum'ı tapır. Sum'ın içinə girir. İşin görür, qayıdır 9-a main-in içində. Gördünmü? Keçir 10-cu sətrə. 10-cu sətrdə deyir, C bərabərdir sum 2 metodu. İçinə bu dəyərlər ötürülüb. Tap gəlir sum 2-ni tapır. İçində sum 2-nin bir dəyər qaytarır da. Bu işi gördü, dəyəri qaytardı, buna mənimsətdi. Ondan sonra C-ni çap eləyir. İndi gəlin sizə göstərim bunu. Baba, əyani göstərəcəm indi sənə. Kursorun dilindən burada bir mesaj yazıram. Soğut. Bu məntiqi də tutun. Sizə metoddan çox kursordan keçdim bugün. Mən nəyə girdim? Sum metodunu bitirdim yazıram.
və bu birisi yadınıza qalsın, geriyə dəyər qaytaran metodlarda return-lə aşağı kod yazmaq mümkün deyil. So deyirəm, mən sum2 metodunu. Gördünüz ya, fikir verin. İndi burada yazıram, bax, burada. İndi görün nə görəsiniz. Görün nə görəsiniz. Mən main metodundayam yazıram. Bitirdim yazmayın. Mən buraya yazım ki, mən sum metodundayam yazım. Dayam. Düzdür. Mən sum2 metodundayam. Düzdür. İndi burada yazıram. So mən sum'ı bitirdim. Burada yazıram. Aha, bunu yazıram. Mən sum2'ni bitirdim. İndi gözləyin uşaqlar, hər şeyə aydın görəsiniz. Burada bunu run edirəm. Nə yazıb? Buna bax, kod buradadır da. Yazıb 13. Düzdür? 13. Mən sum metodundayam yazıb. Burada belə bir şey görürsünüz 13-dən sonra. Yox, amma şeyin içində yazmısınız. Aysos, sum'ın içinə girib, sum hardadır? Buradadır. Mən sum metodundayam. Bu yazını çapa verdi. Gördünüz? Qayıtdı, qurtardı bura. Yazdım. Mən sum metodunu bitirdim. Çapa verdi. Keçdi int-C bərabərdir sum2-yə. Sum2-yə gəldi burada sum2-yə. Sum2-ni dedim, mən sum2 metodundayam. Görsən? Sonra sum2-ni qurtarandan sonra mən sum2-ni bitirdim yazıb, sum2-ni çapa verir. C-ni çapa verir. 7. 7 A+B. Və gördü ki, main qurtardı, tab qurtardı. İndi bunun iş məntiqini bildiniz. İndi siz mənə maraqlıdır, metodlardan siz, məsəl üçün, nə sizə qaranlıq qalır da? Bu overloading məsələsi mi, nə mi? Hə, mən o hissələri mənim üçün bugün biraz baxmışdım, biraz çətin gəldi. Bugün biraz baxdım. Şəfiqə, overloading metodun yüklənməsi, necə yüklənməsi? Yəni, qardaş, sənə deyilir ki, Şəfiqə, biz ədəd cəmləyəcəyik. İndi burada 2 ədədin geriyə dəyər qaytaran, qaytarmayan şey eləyirdik də biz. İndi int deyirəm. Sənə tapşırıq verirlər ki, Şəfiqə, bir dənə cəmləmə metodu lazımdır bizə. Prosto biz bilmirik ki, yəni ola bilər ki, 2 ədəd cəmləyək, ola bilər ki, 3 ədəd cəmləyək. Bizim xəbərimiz yoxdur da, bildin necə? Görsən, heç bir error vermədi. Görsən, 2 dənə sum metodu yaratmışam. Heç bir nəticə vermir də, yəni. Tutaq ki də, bura baxın indi. Tutaq ki də, bir dənə 4 dənəsi də olsun. Bir dənə də sum metodum olsun. 4-cü dəyişənim olsun. Ctrl kopya. Ctrl V. Burada bir dənə vergül qoyaq. Int D də olsun. Və bunun da cəmini istəyək. Plus D. Ctrl Alt L deyirəm. Kod səlqəyə düşsün. Uşaqlar, görürsünüz, 4 dənə sum metodu var. Public, static, integer, long da qaytara bilər, eləyə bilər də, yəni oxşar tiplər qaytara bilər. Yadınıza qalsın, overloadingdə metodun adı eyni, imzası yalnızca fərqli olmalıdır.
Necə fərq olur? Metodun imzası, Şəfiqə, metodun mötərizəsinin içidir. Parametr hissəsi kimi. Adı eyni olacaq, amma hökmən mötərizəsinin içində nəsə fərqlilik olacaq. Bildin? Ya məsəl üçün də biri intdir, biri byte-dırsa, bu birisində də eyni A-B-ni vermisənsə, A bu səfər byte olacaq, bu birisi int olacaq. Belə bir şeylər olacaq. Ya dəyişənlərin sayına görə, ya da sırasına görə fərqlənməlidir. Yəni metodun bir dənə unikallığı olmalıdır. Yəni bu samın bilirsən görürsən ki, 2 dənə dəyişəni var, unikallığı budur. Bu samın 3 dənə dəyişəni var. İkinci bir sam metodu yaratsam, onun da 3 dənə dəyişəni olsa, o vaxt error verəcək. Amma görür ki, yox, bundan əvvəlki samın 2 dəyişəni var, parametri. Bundan sonraki samında 4 dənə parametr var. Deyir, mən onsuz da fərqliyəm də, mən unikalam. Yəni mən tapıla bilərəm. Error atmır. Bildin? Və mən gəlirəm, sən də bilmirsən, proyektin içində sən 2 ədəd də toplaya bilərsən, 3 ədəd də toplaya bilərsən, 4 ədəd də toplaya bilərsən. Bilmirsən, amma neçəsini verəcək. Sum, nə çapa verək, olsun, sum olsun. Aha, bura maraqlıdır. Bax ki, 1,2 yazsam, görsən hansını göy oldu? Yadınızda qalsın. Metod istifadə olunduğuna görə burada yazdı one usage. Bir dənə istifadə var. Amma buralardan no usage görürsünüz, istifadə olunmuyor. Bax, 2-nin böyrünə bir dənə mötərizə qoydum, 5 yazdım, 3-cü parametri daxil elədim. Bunun işığı söndü. One usage bundadır, görürsən? Unikaldır. Və mötərizə yenə vergül qoyub başqa bir 8-ə əlavə eləsən. Avtomatik 4-də one usage keçdi. Overloading budur. Mən bir metodu yükləmiş oldum. Və sən tutaq ki də bu metodların sayını artıra da bilərəm. Yüklədiyim metodların. Sən hər metod üçün bir unikal bir ad vermiş olmursan. Cəmləmə əməliyyatıdırsa, bir də o yadında saxlayırsan ki, mənim sum metodum var. İçinə də neçə dənə istəyirəm parametr aça bilərəm də. 2 dənə, 3 dənə, 4 dənə yazmışam olsun. Hər yerdə bir dənə sum'ı çağırırsan. Vəssalam. O deyir, mənim içimə parametr tap, at, sayına baxıb mən tapacam da mən bunu harada toplayacam. Bildin? Metodu bu cür yükləyirlər. Yəni bu overloadingdir. Bu da OOP-nin polimorfizm prinsipinin bir qoludur. Biri overwritingdir, biri overloadingdir. Metod overloading metodlar üzərində gedir. Bu budur. Overwritingdə keçəcəyik onu. Biraz inheritance-dan, abstractions-dan əlaqələr var. Aydındır. Metoddan başqa sual olan var nəsə? Mən bugün keçdiklərimizdən başa düşdüm çox şey. İndi beynim də yoruldu. Buradan çox məlumat istəmirəm çünki bütün